Biz də 5-10 manat qazanaq da, balamda çörək aparaq da, neynə yaxşı. Hara qoysan ora? Göynəm ora qoy da. Yeni qabağı işləməyinə imkan vermirsiniz ki. Bu piyada səkisin üzərindədir. Piyada geninə bununla piyada məlinə var. Nədir ki burada? Yeninə var da başa dön. Sonra dükkanın var, dükkanın qabağındasan. Sən gəlmişsən başqa bir dükkanın qabağındasan. Ondan da əlavə, sən piyada çəksin, zəhv edirsən. İnsan hardan keçsin? Sən almanın üstündən keçsin. Sən alma satarsan, bu zaman ki, ay falan, niyə rahat deyil gələ bilirsən? Görürsən, yox. Səndən ötürü bu niyə belə geçsin, hə, bu zaman? Şəhərin Babək küçəsindəyik. Babək küçəsində piyada səkislərinin üzərləri bax bu cür zəbt olunub. Hazırda aidiyyəti qurumunun əməkdaşları ərazidə reydlər təşkil ediblər. Bayram qabağı məhz bu ərazidə olan piyadaların rahatlığını, gediş-gəlişini təmin etmək məqsədi ilə bax bu cür reydlər həyata keçirirlər. Hamı çörəyə gəldi. Kim kefindən gəlib qalacaq soyuq havada, başa dön sən. Yığdı, yığırıq da bu dəqiqə. Qanundur. Amma neçə dəfə eləyiblər axı bu reydi burada? Eləyiblər, bir də nəzarət eləmişlər qardaş. İndi belə desən qadam. Yeni qabalındır ki, yeni qabağı biz də 5-10 manat qazanaq da, balamda çörək aparaq da, neynə yaxşı. Kim kefindən gəlib yəni burada qardaş. Küçə ticarəti aktivləşib. Bunu görən aidiyyəti qurumunun əməkdaşları məhz ərazidə gördüyünüz kimi təmizləmə işləri həyata keçirirlər. Götürün almaları. Götür bunları. Götürün, almaları götürün. Serdar, gelin bana da. Götürün bunları. Götürün. Götürün, bunları da götürün. Ara parça. Sen yapalım. Kim değil? Maşın oradadır, maşın yapalım. Sumqayıt şəhərində il boyu mütəmadi olaraq küçə ticarətinə bağlı reydlər keçirilir. Bu reydlərin əsas məqsədi vətəndaşlara cərimə yazmaq deyil, piyada səkkilərində nizam-intizam yaratmaq və piyadaların təhlükəsizliyini təmin etməkdir. Bununla bağlı yeni ilə qədər də bütün Sumqayıt şəhərinin küçələrində küçə ticarətinə bağlı reydlər keçiriləcəkdir. Taxtalar yığışdırmaq üçün zaman rahat geçsin biləsin. Söhbət malı yığışdırdıq. Yaxşı, bu taxtalar neyini? Bunlar da yığışdırmaq. Çağırın o sosial işçilərimiz var, kömək eləsinlər. Çağır da çağırın. Yığın, boş taxtaları da yığın. Bayram günləri yaxınlaşdıqca Sumqayıt şəhərində küçə ticarətinin kəskin şəkildə artması artıq ənənəvi hal alıb. Səkilər, yol kənarları, yaşayış massivlərin giriş-çıxışları, qeyri-qanuni satış nöqtələri ilə dolur. Ərzaq məhsullarından tutmuş, geyimə, oyuncaqlardan, pirotexniki vasitələrə qədər hər cür mal açıq havada çox vaxt antisanitar şəraitdə və nəzarətsiz şəkildə təklif olunur. Mövcud vəziyyət ictimai narazılıq doğurduğu bir vaxtda Sumqayıt Şəhər İcra Hakimiyyəti və Sumqayıt Bələdiyyəsi ilə birgə geniş miqyaslı reydlərə start verib. Rəsmi məlumatlara görə məqsəd qanunsuz küçə ticarətinin qarşısını almaq, şəhərin estetik görünüşünü qorumaq və vətəndaşların sağlamlığını risk altına alan halları aradan qaldırmaqdır. Bu kimi reydlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub. Buradan kesmək olmur aslında. Nizam Rəsulov, Fərad Ələkbərli, xüsusi olaraq Deniz TV üçün.